Hər vaxtınız xeyir əziz şagirdlər. Bu gün 2017-ci ildə düşən bəzi suallara baxaq. 27-ci sualda bizə deyir, bir cis maqnit sahəsi yerləşdirilmiş Wilson kamerasına alfa hissəcik daxil olmuşdur və M çevrə qövsü üzrə hərəkət edir. Həmin sürətlə bu sahəyə daxil olan proton hansı trayektoriya üzrə hərəkət edər? Biz bilirik ki, alfanın kütləsi 4-dür, protonun kütləsi isə 1-dir və ikisi də müsbətdir. İkisi də müsbət olduğu üçün hərəkət istiqamətləri eyni olacaq. Yəni ya 4 istiqamətində, ya da 5. İndi baxaq görək, hansı radiusla kütlə necə asılıdır. Yəni MV bərabərdir QB-R. Kütlə ilə radius düz asılı olduğu üçün radiusu daha az olanın kütləsi də daha az olacaq. Yəni 5. C variantı. Keçək növbəti suala. Deyir, kvadrat formalı naqilin A və B nöqtələri cəryan mənbəyinin qütblərinə qoşulub. Cəryan şiddətlərinin I1, I2 nisbətini müəyyən edib. Biz bilirik ki, I1 bölünsün I2 bərabərdir. Məsafə ilə tərs asılıdır. Yəni L2 bölünsün L1. Burada bizə kvadrat formalı dediyi üçün bütün tərəfləri bərabərdir. Hər tərəfə biz A ilə ifadə etsək, onda I1 sadəcə 1A qədər hərəkət edib. I2 isə 1, 2 və 3A qədər hərəkət edib. A-lar ixtisar gedən zaman qalır cavab 3. 26 nömrəli sualda deyir, üfüqi səth boyunca hərəkət edən cismə təsir edən sürüşmə sürtünmə qüvvəsi hansı istiqamətdə yönəlir? Bilirik ki, sürüşmə sürtünmə qüvvəsi hər zaman hərəkətin əksi istiqamətində təsir edir. Yəni, burada sağa doğru hərəkət edirsə, sürüşmə sürtünmə qüvvəsi sola doğru olacaq. Yəni, B variantı. 31-ci sualda deyir, metal sfera müsbət yükünə malikdir. O, A, B, C nöqtələrində elektrostatik sahənin potensialları arasında hansı münasibət doğrudur? Bilirik ki, səthin daxilində filər eynidir. Yəni, fi 0 bərabərdir fi A-ya, o da bərabərdir fi B-yə. İndi baxaq fi C bunlardan necə asılıdır? Finin düsturunu yazaq. Fi bərabərdir K2 bölünsün R-ə. Burada fi ilə R tərs mütənasib asılı olduğu üçün fi artan zaman R azalır. Yəni, C-nin radiusu daha böyük olduğu üçün F'si daha azdır. Olacaq A variantı. Baxaq növbəti suala. Deyir, düzxətli bərabər yavaşlayan hərəkət zamanı hansı ifadələr doğrudur? Ümumiyyətlə, bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətdirsə, təcil konstantdır, sürət dəyişir. Ona görə birinci variant deyil. Bərabər yavaşlayansa, təcil artırsa, sürət azalır. Yəni, əks istiqamətdədir. Sürət azalır, sürət artırsa təcil azalır. Yəni, cavab olacaq 2, 4. Əgər bizə bərabər yeyinləşən dəyərsə, yenə 2 variantını götürürük. Amma bu dəfə təcil artırsa, sürət də artır. Təcil azalırsa, sürət də azalır. Yəni, eyni istiqamətdə yönəlirik, götürərik. Bugünkü suallarımız bu qədər. Növbəti videolardan xəbərdar olmaq üçün kanala abunə olub və bildirişləri açmağı unutmayın.